Deməli, Abbasqulu Ağa Bakıxanov Hikmətin fəziləti. İlk öncə əsərin oxusu ilə başlayacağıq, daha sonra isə təhlilinə baxacağıq. Başlayaq. Deməli, qədim bir kitabda vardır bu xəbər, İranda bir həkim varmış mötəbər. Deməli, qədim bir kitabda varmış bu xəbər, qədim bir kitabda. İranda bir həkim varmış mötəbər. Deməli, İranda bir həkim varmış və mötəbər adam imiş. Ümidi yox ikən onun sabaha, yəni həmin bu İranda yaşayan mötəbər həkimin sabaha ümidi yoxdur. Belə bir sifariş göndərdi şaha. Deməli, şaha bir sifariş göndərir. Kim? Həmin bu mötəbər həkim. Həkim. Daha sonra onun üzüyünü böyük hökümdar ən müdrik adama versin yadigar. Deməli, İranda yaşayan həmin bu mötəbər həkim şaha bir üzük göndərir və deyir ki, bunu kimə ver? Ən müdrik adama ver. Daha sonra şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən. Deməli, şah deyir bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən, yəni belə deyək də, əslində haqqı olmayan insanlardan. Yəni belə deyək, yalançı və yaxud da o üzüyü belə deyək də, əslində haqqı olmayan insanlardan. Çünki hər dövlətli, kasıb, hər gəda özünü ən müdrik bilir dünyada. Nəyə görə ehtiyat edirdi? Çünki deyir, hər dövlətli, kasıb, hər gəda, zalım özünü deyir, ən müdrik biri kimi bilir. Bu dünyada nəhayət hamını çağırtdırdı şah, onları mətləbdən eylədi agah. Deməli, şah neynir? Hamını yığır ətrafına və onları həmin bu işdən agah eləyir ki, bəs məndə bir üzüyü var. İranda yaşayan mötəbər bir həkimin üzüyüdür və bunu mən neyniyəcəm? Kiməsə bağışlayacağım. Dedi, 3 suala istərəm cavab. Deməli, şərt qoyur. Hansı şərt? 3 suala istərəm deyir cavab. Kim daha düz desə olsun intixab. Əvvəl ən xeyirli nədir? Müxtəsər. Deməli, ən birinci nəyi soruşur? Ən xeyirli olanı soruşur. Tamahkar olanlar dedilər ki, zər. Deməli, tamahkarlar zər deyirlər. Müşavir olanlar dedilər xərac. Müşavir olanlar dedilər xərac. Tacirlər dedilər şadlıq və rəvac. Deməli, tacirlər nə deyirlər? Tacirlər deyirlər ki, şadlıq və rəvac. Şah dedi, uzaqdır bunlar mətləbdən, orada bir qoca durmuşdu həmən. Söylədi hər şeydən xeyirli hünər. Bunu kim deyir? Bunu isə qoca deyir. Hünərsiz heç bir şey olmaz müyəssər. Şah qəbul eylədi, soruşdu yenə, dünyada hər şeydən yaxşı deyin nə? Dünyada hər şeydən yaxşı olan nədir onu soruşur. Hər şeydən yaxşı. Yüksəldi müxtəlif səslər saraydan, şahın razılığı, şadlıq, firavan. Deməli, sarayda çoxlu səslər yüksəlir. Biri deyir ki, şahın razılığıdır ən yaxşı şey. Biri deyir ki, şadlıqdır, biri deyir firavanlıqdır. Amma təbii ki, bunların heç birisi deyildi. Yenə də o kasıb dedi bu sözü. Hər şeydən yaxşıdır, yaxşılıq özü. Yenə bunu deyən kimdir? Təbii ki, qocadır. Çünki yaxşı sifət olarsa səndə, afərin söyləyər dosta, düşməndə. Daha sonra şah dedi, ən lazım nədir insana? Ən lazımlı şey. Yenə də çox fikir çıxdı meydana, şah isə o şəxsə edirdi diqqət, qocaya diqqət edirdi. Artıq digərlərinin fikri onun üçün önəmli deyildi. Dedi, ən lazımlı şeydir həqiqət. Deməli, qoca deyir ki, ən lazımlı şey nədir? Həqiqətdir. Həqiqət olmasa, olmaz intizam, dünya həqiqətlə dolanır müdam. Bir növ, belə deyək, qoca nəyi də deyirsə, onu başlayır izah eləməyə, onun açıqlamasını verməyə ki, mən nəyə görə bunu dedim. Yəni, fikrini əsaslandırır. Dünya həqiqətlə dolanır müdam. Şah qalxıb qocaya eylədi təzim. Deməli, şah qalxır, qocaya təzim eləyir. Üzüyü hörmətlə eylədi
Təqdim, bircə saniyə. Üzüyüdür, hörmətlə eylədi təqdim, əmr etdi saraydan getməsin bir an. Deməli, əmr edir ki, saraydan getməsin, ki alsın hər işdə məsləhət ondan. Deməli, bir növ onu yanında vəziri kimi saxlamaq istəyir. Nəhayət oldu o şahın vəziri. Ölkəni düzəltdi onun tədbiri. Nə yaxşı olardı hər ölkədə olaydı belə bir vəzir ilə şah. Ey Qüdsi, görürsünüz burada artıq müraciət var. Ey Qüdsi, hikmətdən varsa xəbərin, yaxşı adamlarda olsun nəzərin. Deməli, sonda müəllifə də müraciətimiz var. Yəni bir növ onun belə deyək təxəllüsü, Qüdsi təxəllüsünə də müraciət olunmuş olur. Gəlin indi ümumilikdə bir təhlilinə baxaq, sonra yenidən şeiri özünü təhlil eləyəcəyik. Həyata əks etdirmə növü epik növdədir. Nəyə görə epik növdədir? Çünki bu əsərin müəyyən bir sujet xətti var. Yəni artıq biz hadisələrin əvvəlini də görürük, ortasında, sonunu da görə bilirik. Yəni başlanğıcı və sonu var. O baxımdan epik növdədir. Baxmayaraq ki, nəzmlə yazılıb. Janr mənzum hekayə, mənzum. Yəni şeirlə yazıldığı üçün, şeir formasında yazıldığı üçün mənzum hekayədir. Qafiyə quruluşu AA, BB, CC. Yəni məsnəvi şəklində qafiyələnmişdir. Bəli, məsnəvi şəklindədir. İdeyası ağıl ən qiymətli sərvətdir. Ağıl ən qiymətli sərvətdir. Qüdsi təxəllüsü ilə yazılmış və özünə müraciət var. Bəli, məsələ Abbasqulu Ağa Bakıxanov belə deyək, Qüdsi təxəllüsü ilə özünə müraciət edir. Məzmunu ilə bağlı atalar sözləri hansılar olar? Hər kəs öz ağlını bəyənir, hər kəs öz ağlını bəyənir. Bunu şeirin elə bir hissəsində də gördük ki, şah deyirdi ki, gəda da, varlı da, kasıb da, hər kəs özünü ağıllı hesab edir. Hünər sahibləri darda qalmaz. Bəli, burada deyəndə əslində qocanı nəzərdə tutur. Dövlətin ən yaxşısı ağıldır. Gözəl. Daha sonra əsərdə qarşıya çıxan ilk məsələ müdriklikdir. Müdriklik. Şah müdriklikdən dəm vuran divanələrdən, özünü ağıllı bilən cahillərdən ehtiyat edir. Müdrik insanların ağlından, bacarığından ölkənin xeyri üçün həmişə istifadə olunmalıdır. Hökümdar özü də müdrik insandır. Nəyə görə müdrik adlandırırıq biz hökümdarı? Çünki o birbaşa kiməsə də özüyü verə bilərdi, amma müəyyən bir şərtlər qoydu, müəyyən bir sınaqlardan keçirdi. İnsanda yaxşı sifət olarsa, dost da, düşmən də afərin söyləyər. Bu təbii ki, qocanın dilindəndir. Şahın ən xeyirli şey nədir sualına müxtəlif cavablar gəlir. Deməli, bu müdriklik sadəcə belə deyək, əsərdə qarşıya çıxan ilk məsələdir. Amma ən birinci soruşduğu nədir? Ən xeyirli şey nədir deyir. Ən xeyirli şey. Sualına müxtəlif cavablar gəlir. Tamahkarlar zər deyir. Müşavirlər xərac deyir. Tacirlər isə şadlıq və rəvac deyir. Tamahkarlar zər. Zər dedikdə yəni daşqaş, qızıl, pul. Müşavirlər xərac. Müşavirlər belə deyək, yuxarı təbəqənin nümayəndələridir. Xərac yəni bir növ hər bir kəs öz sahəsinə uyğun şeylər deyir. Tacirlər də şadlıq və rəvac. Rəvac da alış-veriş yəni. Daha sonra ən yaxşı şey nədir? Sualına şahın razılığı, şadlıq, firavan kimi cavablar gəlir. Bu ikinci sual idi artıq. Ən yaxşı şey nədir deyə. Şair burada qocanın dili ilə dünyada ən xeyirli şeyin hünər, ən yaxşı şeyin yaxşılıq, ən lazımlı şeyin isə həqiqət olduğunu bildirir. Deməli, ən birinci soruşulur nə? Ən xeyirli. Ən xeyirli oldu nə? Deməli, şadlıq, firavan, şadlıq, bircə saniyə. Ən xeyirli şey, şadlıq, firavan əslində tacirlər tərəfindən deyilmişdi, doğru sayılmamışdı. Ən xeyirli şey təbii ki, qoca tərəfindən də deyilir, hünərdir. Hünər. Daha sonra ən yaxşı şey nədir? Ən yaxşı şey elə yaxşılığın özüdür. Yaxşıları elə yaxşı ilə yadda saxlamaq olar. Ən xeyirli şey hünər və ən lazımlı şey isə
nədir? Həqiqətdir. Aha, ən lazımlı şey isə həqiqətdir. Şahın qocaya etdiyi təzim onun elmə, biliyə, müdrikliyə etdiyi təzimdir. Şah sonda qocanı özünə vəzir təyin edir. Obrazlarımız şahdır, özü də müdrikdir. Qocanın müdrik cavablarına görə qarşısında baş əyir. İnsanları yoxlamaq üçün onlara 3 sual verir. İşini ehtiyatla görən hökümdardır. Divanələrdən ehtiyat edir. Qoca isə müdrikdir, ağıllıdır. Belə. Və lüğətdə mənası aydın olmayan sözlər var ki, divanə sözü dəli mənasında, intixab, seçmə, ayırma, intizam, nizam və qayda, mətləb, arzu, istək və dilək, mötəbər, hörmətli, daha sonra müdam, daim, həmişə, müşavir, nazir, məsləhətçi. Bəli, müşavirlərin yəni istədiyi şeylər nə idi? Xərac idi. Nazirlər, məsləhətçilər təbii ki, həmişə xəracı daha çox üstün tuturlar. Müyəssər olmaq, baş vermək, mümkün olmaq. Daha sonra rəvac, tez satılan. Bəli, bu da təbii ki, tacirlərin seçdiyi belə deyək, variantı idi. İndi isə əsəri bir daha dərindən oxuyaq. Deyir, qədim bir kitabda vardı bu xəbər. Deməli, bu xəbər hardan götürülüb? Qədim bir kitabdan. İranda deyir, bir həkim varmış mötəbər. Deməli, İranda hörmətli bir həkim var imiş. Ümidi yox ikən onun sabaha, artıq ölüm ayağındadır. Belə bir sifariş göndərdi şaha. Onun üzüyünü böyük hökümdar ən müdrik adama versin yadigar. Dediyi ən birinci məsələ nədir? Əsərdə məhz müdriklikdir. Müdriklik. Müdriklik ən birinci məsələdir. Şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən. Yəni, dəlilər deyəndə belə indi bildiyimiz dəli yox. Yəni, hər cür ağılsız ola bilər də həqiqətən ki, özlərini ağıllı hesab edən cahillər. Çünki hər dövlətlidir kasıb, hər gəda, özünü ən müdrik bilir dünyada. Aha. Nəhayət hamını çağırtdırdı şah, onları mətləbdən eylədi agah. Dedi 3 suala istərəm cavab, kim daha düz desə olsun intixab. İntixab sözünün də mənası, yəni azad olmaq. Baxaq bir daha intixab sözünün mənasına. İntixab sözü seçmə, ayırma. Aha, yəni o digərlərindəndir, fərqlənsin. Aha, deməli, kim daha düz desə olsun intixab, yəni digərlərindən fərqlənsin. Əvvəl ən xeyirli nədir? Müxtəsər. Deməli, birinci ən xeyirlisini soruşur ki, ən xeyirli olan nədir? Tamahkar olanlar dedilər zər. Tamahkarlar təbii ki, qızıl, zər, daşqaş. Müşavir olanlar dedilər xərac, hansı ki, nazirlər. Tacirlər dedilər şadlıq və rəvac. Rəvac da təbii ki, alqı-satqı. Şah dedi, uzaqdır bunlar mətləbdən, orada bir qoca durmuşdu həmən. Söylədi, hər şeydən xeyirli hünər. Deməli, qoca birinci hünəri deyir, xeyirli olana. Daha sonra, hünərsiz heç bir şey olmaz müyəssər. Deməli, hünəri dedikdən sonra əsaslandırır ki, hünərsiz heç bir şey olmaz müyəssər. Yəni, yerinə yetməz. Şah qəbul elədi, soruşdu, yenə dünyada hər şeydən yaxşı deyin nə? Yüksəldi müxtəlif səslər saraydan. Deməli, indi isə ikinci yaxşı olanı soruşur. Bəzilər dedi şahın razılığı, bəzilər deyirlər şadlıq, bəzilər isə firavanlıq dedilər. Aha. Yenə də o kasıb dedi, bu sözü hər şeydən yaxşıdır, yaxşılıq özü. İkincisi olur nə? Deməli, yaxşılıq özü. Daha sonra, çünki yaxşı sifət olarsa səndə, afərin söyləyər, dost da düşmən də. Deməli, yenə burada da əsaslandırır nəyə görə dediyini. Daha sonra, şah dedi, ən lazım olan nədir insana? Deməli, üçüncü nə edir? Üçüncü, ən lazımlı olan şeydir. Deməli, ən birinci xeyirli olan, ikinci yaxşı olan, üçüncü isə lazımlı olan. Üçüncü görək lazımlıya nə deyirlər? Yenə də çox fikir çıxdı meydana, şah isə o şəxsə edirdi diqqət. Dedi, ən lazımlı şeydir həqiqət.
Deməli, üçüncüsü isə həqiqəti dedi. Birinci deməli hünər, ikinci yana nə gəlirdi? Yaxşılıq özü, bir də həqiqət. Qocanın cavabında 2 h var, bir dənə də y var. Deməli, birincisi hünər, ikincisi həqiqət, daha doğrusu ikincisi yaxşılıq, üçüncüsü isə elə həqiqət. Hünər, yaxşılıq, həqiqət. Hünər, yaxşılıq, həqiqət. Daha sonra həqiqət olmasa olmaz intizam, dünya həqiqətlə dolanır müdam. Şah qalxıb qocaya eylədi təzim. Deməli, ona etdikləri qarşısında təzim edir, belə deyə bir növ ağlı qarşısında üzüyü hörmətlə eylədi təqdim. Əmr etdi saraydan getməsin bir an ki, alsın hər işdə məsləhət ondan. Nəhayət oldu o şahın vəziri. Deməli, onun vəziri vəzifəsinə qədər yüksəlir. Ölkəni düzəltdi onun tədbiri. Nə yaxşı olardı hər ölkədə. Ah, olaydı belə bir vəzir ilə şah. Ey Qüdsi, hikmətdən varsa xəbərin, yaxşı adamlarda olsun nəzərin. Belə, bu qədər